Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi raket və pilotsuz uçuş aparatı PUA zərbələri nəticəsində 4 nəfər həlak olub, 25 nəfər xəsarət alıb. Müstəqil xəbər verir ki, bu barədə Kiyev şəhər prokurorluğu məlumat yayıb. Bildirilib ki, yaralananlar arasında tibb işçiləri, xilasedicilər və bir polis əməkdaşı da var. Hücum nəticəsində paytaxtın Darnitski, Dniprovski, Desnyanski, Pecherski, Şevçenkovski, Qalasevski və Svyatashinski rayonlarına ciddi ziyan dəyib. 19 çoxmənzilli yaşayış binası, bir səfirlik binası, tramvay deposu, avtomobillər, supermarket və yanacaq doldurma məntəqəsi zədələnib. Kiyev meri Vitali Kliçko bildirib ki, Darnitski rayonunda PUA-nın yaşayış binasına dəydiyi əraziyə ikinci zərbə endirilib. Hadisə yerinə yardım üçün gələn tibb işçilərindən biri həlak olub, bir neçəsi yaralanıb. Eyni zamanda Dniprovski rayonda 3 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, yanğın baş verib və 29 nəfər təxliyə edilib. Ukrayna hərbi hava qüvvələri Kiyev bölgəsinə yüksək sürətli hədəflərin yaxınlaşdığı, həmçinin Qara dənizdən kalibr misilsin buraxıldığı barədə xəbərdarlıq edib. Hücumlar zamanı Kiyevdən başqa Lvovda da partlayışlar qeydə alınıb. Şəhər meri Andrey Sadavi hava hücumu xəbərdarlığı fonunda partlayışların baş verdiyini təsdiqləyib. Şəhər hərbi rəhbərliyi sakinlərə sığınacaqlarda qalmaq barədə çağırış edib.